Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər birinizin keyfi əhvalı yerindədir. Bu mənim öz səsimlə ilk videomdur. Çox şükür yoldaşım icazə verdi öz səsimlə paylaşmağa. Buradan öz təşəkkürümü bildirirəm. Axır ki, mənim o səs effektlərindən canım qurtardı və rahatlıqla öz səsim ilə video hazırlaya biləcəm sizlər üçün. Deməli, burada telefonumda keçən vloqa əlavə etməyi unutduğum videolar var idi. Dedim elə onları da bura əlavə eləyim. Keçən dəfə biraz atışdırmalıqlar almışdıq. Digər kanalıma da shorts olaraq yüklədim. Çox gözəl baxışlar da gəldi. Bu arada yeni gələn izləyicilər var kanalımıza. Sizləri də salamlayıram. Xoş gəlmisiniz. İnşallah daimi olaraq izləyicim olaraq qalarsınız. Şərh bölməsində də yazın. Hardan izləyirsiniz bizi, neçə yaşınız var və hələ də abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Əlbəttə ki, bol-bol şərhlərinizdə yazın ki, bizim videomuz daha çox keşfətə düşsün, daha çox insanın qarşısına çıxsın. Burada isə Ceyran Vlogdan tanıdığınız Ceyran xanımın əl işidir. Blinçik tortu hazırlamışdı. Mən bilirsiniz ki, blinçik tortunu çox sevirəm. O da Azcanın blinçik tortuna çox yaxın bir dadda blinçik tortu hazırlamışdı. Əllərinə sağlıq, çox bəyəndik biz də. Burada isə Temudan Ajda üçün həm yay üçün eynəklər almışdım, həm də evdə geyinməsi üçün bəzi geyimlər almışdım. Onları göstərirəm sizə. Hər birinin kodlarını əlavə eləmişəm. Axtarış bölməsinə yazsaz həmin o kodları, məhsulları tapa biləcəksiniz. Əlavə olaraq da 30% endirim kodunu yazmışam. Temunu hələ də yükləməmisinizsə, mənim linkimdən keçid eləyib yükləsəz 150 manatlıq kupon əldə eləyəcəksiniz. Endirim kodu isə sizə 30%lik bir endirim qazandıracaq. Onu qeyd edeyim ki, həmişə Ajda üçün aldığım paltarları 6-7 yaş arası alıram. Çünki bəzən olub ki 4-5 yaş almışam və yaxud 5 yaş almışam. Ajda da biraz topuş olduğuna görə aldığım paltarlar olmayıb. Ona görə həmişə böyük alıram ona. Əgər siz də uşağınız biraz topuşdursa, məsləhət görərdim ki 2-3 yaş böyük alın. Və burada isə uşaqlara subtulkası almışdım. Bu subtulkaları çox keyfiyyətlidir və sızdırmır. Butulkanı tərs də çevirsəniz heç nə tökülmür. Ona görə belə bir şey seçdim. Həm də çantaya da rahatlıqla qoymaq olar. Bunun böyük ölçüdə olanı da var idi. Əgər istəsəz kodunu da yazmışam. İstəsəz baxarsınız və keçdik pəncərələrimin təmizliyinə. Bilənlər bilir ki, mən əvvəllər pəncərəni silə bilmirdim. Çünki bizim həyətin divarları aşağı idi, yəni çox hündür deyildi. Amma hal-hazırda bizim həyətdə təmir gedir və artıq divarlarımız hündürləşib və rahatlıqla pəncərələrimi silə bilirəm. Çox şükür, yəni neçə vaxt idi məni narahat eləyirdi. Hal-hazırda pəncərə silməyin zövqünü yaşayıram. Deməli, pəncərələrim dediyim kimi neçə vaxt silmədiyimə görə palçıqlı idilər. Çox tozlanmışdılar və su ona görə tökdüm ki, həmin o çirki yusun aparsın. Sonra isə yaş əski ilə və cam sillə təmizlədim, quruladım. 2 dəfə duruladım, yəni belə az çəkmişəm, amma 2 dəfə sulu əski ilə durulamışam. Sonra isə artıq quruladıqdan sonra təzədən cam sillə üzərindən parıldadmışam. Bu da mənim belə pəncərə təmizliyim. Bizim evdə ümumilikdə 6 ədəd pəncərə var. Keçən dəfə 2 dənəsini silmişdim. Bu dəfə də 2-sini sildim. Qaldı mətbəxdəki pəncərə ilə Ajdanın otağındakı pəncərə. Onu da artıq gələn dəfə silərəm. Çünki 2 uşaqla həqiqətən çox çətin gəlir. Bəzi işləri görmək, hamısını bir gündə bitirmək. Ona görə belə günlərə böldüm ki, gələn dəfə də onları təmizləyərəm.
Və qızlar, keçən dəfə soruşmuşdunuz ki, bu mavi qazan necədir? Neçəyə almısan? Neçə ədəddir? Deməli 4 dənə qazandır. Bir dənə də tavası var. 100 manata almışdım ya da 120 manata almışdıq. Sədərəydən almışdıq. Yoldaşım gedib almışdı. Fərqli rənglər də var idi. Çox gözəl rənglər də var idi. Burada da belə bir tavasıdır. Çox məmnunam. Heç bir yapışdırması falan yoxdur. Sadəcə bir dənə balaca qazanda bir dəfə səhv eləmişəm. İçərisində mərci bişirmişdim. Blenderi elə o qazanın içərisinə salıb blender eləmişdim. Qoşmuşdum blenderi. Ona görə onda yəni çox bərbad içərisi çox bərbad gündədir. İstəyirsiniz göstərim sizə. Yəni o da mənim səhvimdən irəli gəlib. Ona görə də içərisi baxın bu günə qalıb. Yəni siz olun. Belə qranit qazanın içərisinə heç nə salmayın. Mən sadəcə səhv elədim, onu elədim. Ona görə də qazanın içərisi o günə qaldı. Amma belə heç bir soyulma və yaxud yapışdırma yoxdur. Təmizlənməyi də çox asandır. Yəni yapışdırmadığına görə heç bir əziyyət çəkmədən də elə içərisində təmizləyirsiniz. Dediyim kimi 4 dənə qazandı, bir dənə də tavasıdır. Mən çox məmnunam. Sədərəydən almışdıq. Bunu da görmək istəmişdiniz. Ona görə də bunu da sizlərlə paylaşdım. Və qızlar, burada isə gəlmişdik səhər yeməyi üçün restorana. Bilirsiniz ki, bizim üçün səhər yeməyi çox vacibdir. Həmişə evdə özüm süfrə açıram, amma arada da belə restorana gəlirik. Fərqli bir məkan tapan kimi. Burada da çox münasib qiymətə səhər yeməyi seti var idi. Çeşidləri də bol və ən əsası da məkan çox maraqlı bir tərzdə dizayn edilmişdi. Belə qeyri-adi aksesuarlar istifadə olunmuşdu. Səhər yeməyi seti 2 nəfər üçün nəzərdə tutulub və gördüklərinizin hər biri setə daxildir. Əlavə olaraq bir ədəd isti yemək seçimi var idi və biz pomidor yumurta istəmişdik. Düzdür, biraz gec gəlsə də çox dadlı hazırlamışdılar. Setin qiyməti isə 40 manatdır və servis haqqı da var. O da 10% idi. Ümumilikdə bizim hesabımız 49 manat tutdu. Çünki əlavə olaraq qarşıdaya kartof fri də sifariş eləmişdik. Məkan olaraq çox gözəl məkandır. Xoşumuza gəldi. Artıq vlogumun sonuna gəldik. Bura kimi izlədiyiniz üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Şərhlərinizi gözləyəcəm. Hələlik.